Axşamınız xeyir olsun, bir daha söz verdiyim kimi ikinci video və köklü çubuqların əkilməsi. Gördüyünüz kimi 400 ml stəkandır, hər iki küncləri kəsilib və burada torf, torpaq və qum qarışığı. Çünki torpaq özlüyündə tez quruyur, torf isə nəmi özündə çox saxlayır və kökün çürüməsinə imkan yaradır. Bunun üçün biz bura qum əlavə edirik. O nəmliyi stabil olaraq saxlayır. İlk öncə qarışımı əlavə edirik. Əkəcəyimiz hissəyə qədər. Və bunu əl ilə sıxırıq. Yeri gəlmişkən ştilimiz Arra 34. Amerikan kişmiş üzümüdür. Bu il hələ ki bunların nə çubuq, nə də köklü formada ştil satışı həyata keçirilməyəcək. Üzərinə sıxmadan sadəcə olaraq belə qoyuruq. Və diqqət eləyək ki, oradan çıxan köklər çox həssasdırlar və çox tez qırıla bilirlər. Baxın, bunu belə etdikdən sonra bunu sıxmağa ehtiyac yoxdur. Çünki zaten bu suvarılma zamanı bu kipləşəcək. Və gördüyünüz kimi belə bir nəticə alınır. Bu isə media sortudur. Qeyd etdiyim kimi bunun da nə çubuq satışı, nə köklü formada satışı bu il üçün nəzərdə tutulmayıb. Bayaqki qayda ilə ilk öncə qarışımı əlavə edib eyni bərabərdə torf, torpaq və qum. Hər üçü də eyni nisbətdə olmaq isə daha məqsədə uyğundur.